Salam dostlar. Bugün yeni bir video ile karşınızdayım. Bugün sinə məşqi üçün nələr etmək lazımdır? Onun ikinci hissəsini göstərəcəm. Bundan əvvəl videoda birinci hissəni göstərmişdim. İndi isə gəlin ikinci hissəyə keçək və bunları etdikdə sinə məşqi üçün kifayət edəcək. Birinci məşqimiz əllərimizi biraz geniş şəkildə açırıq. Baxın, əllərimiz geniş şəkildə biraz açırıq. 15 təkrar 3 set olmaqla edirik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. 10 saniyə fasilə edib ikinci setə keçəcəyik. Əgər sən buna əvvəlki sinə məşqi videosunu görmək istəyirsənsə, videolar hissəsinə keçid edə bilərsən. Orada paylaşmışam. Gəlin ikinci setə keçəyin. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. İkinci set etdik. Yenidən 10 saniyə fasilə edib üçüncü setə keçəcəyik. Təbii ki, mən çox fasilə eləmirəm. Amma normalda 10 saniyə, 15 saniyə fasilə etsəniz yaxşı olar. Gəlin üçüncü setə keçəyin. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. Birinci məşq bitdi. Növbəti isə alman şəklində jim olacaq və sinəm üçün ən ideal jimlərdən biridir. Jimlərdən biridir. Gəlin 10 saniyə fasilə edib keçək. Gəlin. Başlayaq. Yenə də 3 setdən ibarətdir. Ya 15 təkrar. Gəlin başlayaq. Baxın, əllərimizi vəziyyətdə tuturuq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Yenidən 10 saniyə fasilə edirik və ikinci setə keçirik. Gəlin ikinci setə keçəyin. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. Yenidən 10 saniyə fasilə edib və sonuncu setə keçəcək. Xatırladım ki, həftədə 3 dəfə bu məşqi edə bilərsən. Həftədə 3 dəfə mütəmadi olarsan bu məşqi etsən, özün də görəcəksən ki, inkişaf var. Və bunu deyəndən sonra gəlin başlayalım. Sonuncu setə yenə əllərimizi həminki vəziyyətə tuturuq. Başlayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Vəssalam. Dostlar, sonunda bunu qeyd edim ki, mən göstərdiyim məşqə sırf bədən üçün deyil də, bədənimizi daha güclü, yəni bədən üçün deyil, amma mənim məqsədim bizi özümüzü daha güclü etməkdir. Buna qeyd edim ki, bəzi məşqlər məsələn təkrar ola bilər. Çünki ev şəraitində adətən məşqlər daha az olur. Amma mən çalışıram ki, hər zaman məsələn bir eyni məşqi göstərirəmsə, yanına başqa bir müxtəlif məşqi də gətirim. Heç nə bu qədər. Sağ olun, növbəti videolarda görüşənədək kanalıma like edib, abunə olub yorum yaza bilərsiniz. Sağ olun.